Sual verirlər ki, bəzi insanlar dövlət tərəfindən təyin olunmuş məmurlara dil uzadır, onlara qarşı danışırlar. Sual verirlər ki, yəni belə etmək icazəlidirmi və bu əməl hakimə qarşı çıxmaq sayılırmı? Cavab belədir ki, bəli, dövlət başçısının təyin etdiyi hansısa bir məmura qarşı danışmaq, dil uzatmaq və onları gözdən salmaq sözsüz ki, hakimə qarşı çıxmaqdır. Çünki heç bir məmur öz başına təyin olunmuyub. Dövlət başçısının əmri ilə təyin olunub. Və bu əməl sözsüz ki, dövlət daxilində insanlar arasında fitnənin yayılmasına, həmçinin dövlət başçısının heybətinin aşağı salınmasına və digər fitnələrə, şər əməllərə yol açır. Ona görə də belə etmək düzgün deyil. Sonra sual verirlər ki, bir insan əgər belə edirsə və biz ona xəbərdarlıq edirik və bu yenə də onu davam edirsə, onunla əlaqəni kəsmək olarmı? Cavab budur ki, ümumiyyətlə bir insan hansısa bir səhv əməl edirsə, günah iş görürsə, şəriətə uyğun olmayan bir iş görürsə, onunla dərhal əlaqəni kəsməyə tələsmək lazım deyil. Sözsüz ki, bu insan bilmir, məlumatı yoxdur, alimlərin bu barədə sözlərini başa salın, izah eləyin və çalışın onu bu əməldən çəkindirin.